Süni intellektin meydana gəlməsi və həyatımıza daxil olması ətrafımızda olan bir çox sahəyə təsir etdi. Səhiyyə, maliyyədən tut, əyləncə və təhsilə qədər. Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən süni intellekt alətləri fərdiləşdirilmiş təcrübə və misilsiz informasiya çıxışı vəd edir. Lakin bu gün süni intellektin müsbət hadisələrindən, müsbət tərəflərindən yox, məhz mənfi tərəflərindən bəhs edəcəm. Elə isə siz çayınızı və qulaqlığınızı götürün, mən isə yeni videomuza, bugünkü videomuzun mövzusuna keçid edeyim. Süni intellektdən istifadənin həddindən artıq istifadəsi tənqidi düşünmə bacarığı ilə bağlı olmaqla bizlər üzərində sosial və koqnitiv təsirlər barədə artan narahatlıqlar mövcuddur. Əvvəla gəlin görək, tənqidi düşüncə nədir? Hər hansı bir məlumatı təhlil etmək, qiymətləndirmək və sintez etmək qabiliyyəti, həmçinin bunların fonunda qərarlar vermə bacarığıdır. Yəni, problemin həlli, qərar vermə və reflektiv düşünmə mürəkkəb və dinamik mühitlərdə hərəkət etmək üçün mühümdür və günümüz insanında məhz tənqidi düşüncə bacarığı mütləq olmalı olan xüsusiyyətlərdəndir. Lakin bu gün informasiya əldə etmək, hətta qərar vermək üçün belə biz süni intellekt alətlərindən istifadə edirik və çoxsaylı araşdırmalar bunu göstərir ki, bu alətlərdən həddindən artıq asıllıq idrak yükünü ötürmə deyilən bir hal yarada bilər. Buna kognitiv offloading deyilir. Bu hal nədir? Gəlin buna baxaq. İnsanların idrak tapşırıqlarını xarici vasitələrə həvalə etdikləri və nəticədə dərin və reflektiv düşünməyə olan fəal iştirakın azaldığı vəziyyət. Yəni bu nədir? Misal üçün Sparov göstərmişdi ki, axtarış sistemləri vasitəsilə məlumatın əlçatan olması həm yaddaşın qorunmasına və həmçinin də məlumatı dərnləşdirilmiş şəkildə emal olunmasına mənfi təsir göstərə bilər. Yəni biz öz əldə etmək istədiyimiz informasiyaları axtarış sistemlərinə və yaxud da süni intellektə həvalə edirik və onlara həddindən artıq güvənməyimiz bizim tənqidi düşünmə bacarığımıza təsir edir. Həmçinin süni intellektin etik baxımdan da ələ alsaq, qarşımıza diqqət etməli olduğumuz 3 mühüm məsələ çıxır. 1. Təhlükə vəziyyətində piyada və sürücü həyatları arasında seçim. Yəqin ki, bununla bağlı daha maraqlı bir təcrübə olan tramvay problemi əslində bu problemin müəyyən olunmuş bir hissəsidir. 2. İnsanlar haqqında məlumat toplayan zaman məxfilik hüquqlarının pozulması. Bildiyiniz kimi biz süni intellektə öz məlumatlarımızı ötürürük və bu məlumatlar zamanı bəzi məxfi məlumatları həmin süni intellektin əslində öz yaddaşında saxlamaması lazımdır. 3. İnsan hisslərindən məhrum ağıllı məhkəmələr tərəfindən yanlış və səhv qərarların verilməsi. Yəni, insan duyğularına yer olmayan və yalnızca rasional düşüncəni ələ alan süni intellekt məhkəmələrində kifayət qədər səhvlər mövcud ola bilər. Həmçinin süni intellekt alətləri tez-tez mürəkkəb qərar vermə ssenarilərində çətinlik çəkir, çünki adət-ənənələr, inanclar və hətta duyğular tamamilə rəqəmsallaşdırıla bilmir və bu mövzularda olan nüanslarda çətinlik çəkirlər. Bu problemlərin olmaması üçün Avropa, Amerika, hətta Yaponiyada komitələr yaradıldı və maşınların insanların nəzarəti altında olmasını göstərən aktlar imzalandı. Həmçinin daha bir problem də məhz süni intellektlərin insanlar üzərində yaratdığı sosial təsirlərdir. Sosial təsirlər ilə tam olaraq nəyi nəzərdə tuturuq? Misal üçün, AI ilə yaradılan saxta xəbərlərin gerçəkdən ayırd edilə bilinməməsi gələcək üçün kifayət qədər qorxulu və qarşısı alınmaz sıxıntılar yarada bilər və hətta artıq yaratmağa başlayıb. Yəni, bir video görürük, bir video qarşımıza çıxır, bu videonun süni intellekt mi, yoxsa real bir video olduğunu məhz ayıra bilmirik. Bəs bu zaman bizə belə bir sual verilə bilər ki, nə idi? Yəni süni intellektləri həyatımızdan tamamilə kənarlaşdıraqmı? Təbii ki də xeyr, bu cavabı versəm, təbii ki də qərəzli cavab vermiş olardım. Önəmli olan maksimum dərəcədə süni intellektdən asılı olmamaq və daim informasiyaları araşdırıb son nəticəyə süni zəkalarla yox, öz zəkamızla gəlmək lazımdır. Yəni bir informasiyanı araşdırmaq əlbəttə axtarış vasitələri və süni intellektin bizə yardımı toxunacaq
toxunacaq və toxunur da, amma son nəticə olaraq qərarı və məhz o tənqidi düşünmə bacarığını özümüz verməli və bu hissəni süni intellektə həvalə etməməliyik. Məhz bu videonun özünü də, yəni izlədiyiniz mənim hazırki videomu da mütləq şəkildə inanmamağı seçib tənqidi düşünmə bacarığı ilə sorğulamalısınız. Bəlkə də mənim bu videomda süni intellekt məhsuludur.